ondan ötürü salavat hədiyyə edər. Bismillahirrahmanirrahim. Əuzbillahi minəşşeytanirrəcim. Əzizlər, bura müqəddəs Qum şəhəridir. Qum şəhəri şəhərlər arasında müqəddəs bir şəhərdir. Çox Əhl-i Beytə aid olan bir şəhərdir. Hədislərdə var ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə aid olan şəhər müqəddəs Mədinə şəhəridir. Məkkə-i Mükərrəmə Allahın şəhəridir. Quranda da bu arada ayəsi var. Əhl-i Beytin şəhəri isə müqəddəs Qum şəhəridir. Bu şəhər çox bir müqəddəsdir. O qədər müqəddəs şəhərdir ki, böyük mərifət sahibləri, arif olan insanlar bu şəhərə daxil olanda hətta ayaqqablarını çıxartıb şəhərə daxil olublar. Bu şəhərin müqəddəsliyini artıran tərəflərdən biri budur ki, Peyğəmbər balası Həzrəti İmam Musa Kazım əleyhissalam 7-ci imamımız. İnşallah bunu ziyarət edəcək. İraqın Kazımiyyə şəhərində. İnşallah yadınızda olsun ki, həmin o ağanın qızı olan İmam Rıza ağanın başçısı olan xanım Fatimə-i Məsumənin ziyarətindəyik. Mən qısa danışacağım. Çox vaxtımızı almaq istəmirəm. Bir dənə buna bilək ki, hər kim xanım Fatimə-i Məsuməni ziyarət eləsə, cənnət adamı vacib. Allah'ım Ondan artıq Allah canına dayanmasın. Allah səni yəni Allah Taala neməti verir bizə. Bax, mübarək Ramazan ayının hədislərində buyurur ki, Peyğəmbər Şabaniyyə xutbəsində buyurur ki, Allah Taala cənnətin qapısını açıb süzülsün. gözünüz görün. Dua eləyin ki, bu açılan qapılar üstünüzə nə olmasın? Bağlanmasın. Cəhənnəmin də qapıları üstünüzə bu ayda bağlıdır. Dua eləyin ki, bu bağlı olan qapılar üstünüzə açılmasın. Xanım Fatimə-i Məsumənin ziyarəti o qədər üstündür ki, hər kim bu xanımı ziyarət eləsə, cənnət o adama vacibdir. Mərəşi Nəcəfi olub. Mərəşi Nəcəfi, Allah ona rəhmət eləsin. Mərəşi Nəcəfi bizim İslam aləmində böyük mərcə-i təqlidlərdən olub, müctəhidlərdən olub. O Allaha iltizat edir ki, İlahi və Rəbbi, biz Peyğəmbər qızı xanım Fatimə Zəhra salamullahi əleyhanın ziyarətindən biz məhrumuq. Yəni Məkkəyə gedənlər gedirlər Peyğəmbər qızını ziyarət eləməyə. Bilmirlər qəbri harada daxil. Bir ehtimal var ki, Peyğəmbər qızının qəbri müqəddəs Bəqi qəbirstanlığındadır. Bu ehtimaldır. Bir ehtimal var ki, Peyğəmbərin qızının qəbri Peyğəmbərin mənbəri ilə mehrabı arasındadır. Cürbücür ehtimallar var. Şiyələr qalır çox çətin bir vəziyyətdə ki, xanımın qəbri hardadır. İnşallah oğlu gələr, qəbrini aşkar eləyər və Allah Taala biz o mübarək günü bizi nəsib eləyər, biz gedib xanımın qəbrini ziyarət eləyərik inşallah. İmam-ı Zaman ağa xanım Fatimə Zəhranın intiqamını alan bir şəxsdir. Əhl-i Beytin intiqamını alan bir şəxsdir. Mərəşi Nəcəfi iltizaz edir Allaha ki, İlahi və Rəbbi, Peyğəmbər qızının ziyarətindən biz məhrumuq. Bu ziyarətdən biz məhrumuq, yatır yuxusuna gəlir ki, deyirlər ona ki, hər dəfə ki, Peyğəmbər nəslindən olan bir xanım ki, xanım Fatimə-i Məsumədir, onu sən ziyarət eləsən, elə bilginən ki, Zəhra balası, Peyğəmbər qızı olan xanım Fatimə-i Zəhranı ziyarət eləsəydin, nə qədər savab vardırsa, Allah Taala xanım Fatimə-i Məsumənin ziyarəti bu savabı bizlərə inib, əta eləyib və qoyub bu savabı. Gör, nə qədər savab var. Peyğəmbər qızının ziyarət etməklə bərabərdir bunun savabı. İnşallah gedək, biz də ziyarət eləyək. Ziyarət belədir ki, Allah bizim o günü nəsib eləyib. Biz hər dəfə bura gələsi döyürük ki, indi hərənin bir yaşı var. İndi ola bilər ki, kimisi bura dəfələrlə gəlib. Amma ki, hər dəfə gələndə Allah Taala bir neymətdir verib bizə. Bu ziyarətdən tələsmək lazımdır.
Görürsən ki, məsəl üçün, qrupda insanlar olur ki, gedir ziyarət edir, tutur hərəmdən, 5 dəqiqə, 10 dəqiqə sonra çıxır dayanır çöldə ki, hə, indi hara gedirik? Sən hələ bir xanımdan hacətini ala bildin? Sən hələ xanımdan hacətini ala bildin? Sən hələ xanımla öz rabitəvi qura bildin? Get özünü dua elə ginən, balaları dua elə, ölkəni dua elə, xəstələri dua elə, iltimas dua eləyənləri dua elə ginən, ondan kifayətlənmə ginən. Əvvəl özgə, sonra özü. Hədislərdə var ki, hər kim öz dualarının qəbul olunmasını istəyirsə, özündən qabaq gəlib başqalarına dua eləsin ki, Allah onun duasına qəbul. Bəli, dua elə ginən. Allah belə canıma dəyməsin. Xanım Fatimə-i Məsumanın 2 rükət ziyarət namazı var. Seydəli qardaşım dedi, Avtozu onun namazını qıl. Müstəhəbbidir ki, xanım Fatimə-i Məsumanın hərəminə daxil olanda xanım Fatimə-i Zəhranın zikrini deginən 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah və 33 dəfə Subhanallah. Bu zikridir. Xanıma aid 2 rükət sübh namazı kimi ziyarət namazını qıl və ondan əlavə ürəyin kimin barəsində istəyirsə, onların da adından, istər dünyadan getmiş insan olsun, istərsə dünyada qalmış insan olsun, onların da adına sən ziyarət namazı qıla bilərsən. Allah dualarımızı qəbul eləsin. Allah Teala bizlərə inşallah bir hədis. Həzrəti İmam Rıza əleyhissalam buyurur ki, bu çox məşhur bir hədisdir, çox gözəl bir hədisdir. Görə, İmam Rıza məsum bir imamdır. İmam Rıza Allahın yer üzündə hüccətidir. İmam Rıza əleyhissalam buyurur ki, buna hədis məşhurdur və bunu hamınızı bilirsiniz. Mən sadəcə olaraq təbərrükən deyirəm. İmam Rıza əleyhissalam buyurur ki, hər kim məni ziyarət eləmək istəyirsə, mənim ziyarətə müşərrəf olmaq istəyirsə, qumda olan bacım xanım Məsum məni birinci ziyarət eləsin, ondan sonra məni ziyarət eləsin. Məsum imamın ziyarətin şərti xanım Məsumadan keçir. Yəni, xanım Məsumanın ziyarəti bu qədər əzəmətlidir ki, Məsum imam öz ziyarətinə bərabər bilir. Bəlkə də şərt bilir. Şərt budur ki, birinci onu ziyarət elə, sonra mənə ziyarət elə. Allah bizim ziyarətlərimizi qəbul eləsin inşallah. İnşallah Seydəli qardaşımız, Hacı Seydəli, bizim seyyidimiz, ağamız, inşallah bu ziyarətin ziyarətnaməsini oxuyacaq, biz də ürəyimizdə təkrar eləyəcəyik inşallah. Allah əcr versin. Allah köməyimiz olsun. Bir də imamımıza mananın duasını oxuyaq. Qurbət əyin Allah. Peyğəmbər cəmanına salavat hədiyyə edək. Bismillahirrahmanirrahim. Allahümmə kulli vəliyyikə Hüccət ibnil Həsən salavatükə aleyhi və alə abai fi hazihi saə və fi kulli saə وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك ترعى وتمتيه فيها طويلا برحمتك يا أرحم الراحمين. Peyğəmbər cəmanına 3 dəfə salavat. Allahümme salli ala Ya Allah, buyurun gidelim ziyarət namazı. Seydəlinin vaxtı haqqında salavat hədiyyə edər. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcə.